Siz siyasi medya kanalına baxırsınız. Mən öz mübarizəmi aparıram və İlham Əliyev, diktator Əliyevin adamları məni ölümlə hədələyirlər. Məni şantaj edirlər ki, səni tikə-tikə doğrayacağıq və ailə ilə hədələyirlər. Mən sadəcə olaraq mənim 7 dənə TikTok səhifəmi və YouTube səhifələrimi bağlayıblar. Amma yenə də mən öz mübarizəmi aparıram və çəkinmirəm, qorxmuram. Hətta bunlar dünənlər mənim WhatsApp-ımı beləsinə zablokirovkaya saldılar, əngəllədilər, yeri dibli əngəllədilər. Valla qeyri-adi olan bir şey. Mən bunu kimə deyirəm? Gülürlər. Deyirlər ki, doğrudan deyirəm, valla mənim WhatsApp-ımı beləsinə əngəllədilər. Əliyevlər ailəsi, Əliyevlər qorxur, çəkinir. Artıq onların qorxulu rüyasına çevirmişəm mən. Valla qorxurlar, çəkinirlər. Siz təsəvvür eləyin ki, nə qədər bunların işçiləri, Yusuf xoş gəldin, nə qədər işçilər bir olub, bunların dövlət işçiləri. Amma mən tək olmuşam, amma yenə də məni hədə-qorxu gəlirlər, ölümlə hədələyirlər, hər gün şantajlar. Telefonumu SMS-lər günü-gündən yenə də davam edir və məni ya burada öldürəcəklərini və yaxud da məni buradan uğurlayıb Azərbaycana aparacaqlarını bildirirlər. Mən sadəcə olaraq buradan Avropa Birliyinə səslənirəm, Avropa Birliyinə, insan haqlarına, insan hüquqlarına səslənirəm. Bu quldur rejim insanların qatilidir və bəzən insanlar, çox insanlara beləsinə bunlar hücumlar ediblər. Mənim deməyim budur ki, bu quldur rejim öz cibini güdür. Amma mənə nə qədər də mənim qıraqdan şəkillərimi çəkiblər. Amma mən yenə də gülümsəyirəm və heç vecimə deyil. Mən çünki o ürəyin sahibiyəm. Mən heç nədən, heç kimdən qorxmuram, çəkinmirəm. Mən öz mübarizəmi aparıram. Mən öz haqlarımı tələb edirəm. Mən insan hüquqlarının qorunmasını tələb edirəm. Mən Azərbaycan xalqının bu quldur rejimdən qurtulmağını tələb edirəm. Valla. Bəzən deyirlər vətən xaini. Vətən xaini haqqını tələb edən vətən xaini sayılmır. Mən haqqımı tələb edirəm. Vətən xaini İlham Əliyevdir. İnsanların pulunu uğurlayıb bu günləri bizim pulumuzla özünə dost seçir. Və Türkiyədə 1000 apartman inşa edəcək. 1000 dənə ev və məktəblər və canım sizə nə desin? Nə bilim, bağçalar inşa edəcək. Amma mən demək istəyirəm ki, bu bizim pullarımızdır. Yəni biz mazoxist xalqıq. Bizə zülm verməyi, biz zülm içində yaşamağı, biz əziyyət çəkməyi sevən xalqıq elə bil. Biz xoşlayırıq ki, bizə zülm versinlər, bizə əziyyət versinlər. Bəli, kürdlər üçün ev tikir. Amma biz yenə də bu günləri öz haqqımızı tələb etmirik. Sakitcənə dinməz dururuq. Deyirik ki, əşki düzələr, düzəlməz. Düzəlməz, valla düzəlməz. Mehriban Əliyeva gəlmək istəyir İlhamın yerinə. Yəni biz bu qədər danışanda niyə belə bəzilərindən söhbət gedir? Danışanda kişi danışırlar, amma bəzən haqlarını tələb etməyə gələndə deyirlər uşağım var, nəyim var. Bunlar hamısı boş-boş şeylərdir. Belə şeylər biz necədir? Kişilik onunla ölçülmür. Uşaq var, nə var. Amma insan gərək də öləndə də kişi kimi ölsün. Desinlər ki, mənim atam, mənim babam var idi. Kişi kimi öz haqqını tələb eləyirdi. Amma çox qorxağıq. Vallahi qorxağıq. Baxın, mən sizə bir şey göstərəcəm. Həqiqətən də bir şey göstərəcəm. Birlik budur. Birlik budur. Birlik budur. Baxın,
Mən sizə göstərəcəm. Əziz xalqım, birlik budur. Baxın, insanlar miting edirlər, öz haqlarını tələb edirlər və etiraz edirlər. Başa düşdün? Birlik budur. Ona görə mən Avropanı sevirəm. Ona görə mən Avropanı sevirəm. Çünki mən sizə indi göstərəcəm. Avropada birlik baxın budur. Baxın millətə baxın indi. Millət hər kəs yığılıb öz haqqını tələb edir. Baxın. Millətə baxın, miting. Xalq öz haqqını tələb eləyir və baxın. Birlik budur. Birlik budur. İnsanlar öz haqlarını tələb edirlər. Sivil qaydada, sivil formada heç bir polis vətəndaşı onlara bir dənə olsun nəsə zorarçılıq etmir. Baxın, gözəl xalqım, Avropa budur. Baxın. Baxın, millət hamısı yığılıb öz haqlarını tələb edirlər. Baxın. Görürsünüz? Görürsünüz haqq tələb etmək necə gözəldir. Bəlkə deyirəm, siz də ailəsiz çıxıb öz haqlarınızı, öz hüquqlarınızı tələb edəsiniz. Nə gözəl olardı məncə, hə? Məncə qəşəng olardı, hə? Görün, nə qəşəngdir. İnsanlar çıxıb haqlarını tələb edirlər. Bəlkə bizlər də çıxağın haqlarımızı tələb edəyin. Məncə gözəl olar, hə? Amma təəssüflər olsun. Bizdə o birlik yoxdur. Bizim xalqımız bayaq dediyim kimi mazoxistliyi, zülmü sevir. Xoşu gəlir ki, ona zülm versinlər. Başa düşdünüz? Xoşu gəlir ki, ona zülm versinlər. Xoşu gəlir. Vallahi xoşu gəlir. Baxın, görün nə qədər adam var. Baxın, bax mitingdir. Baxın. Hər kəs çıxıb haqqını tələb etməyə. Görürsünüz? Siz çıxıb haqqınızı birdən tələb eləyərsiniz. Söyüb eləyərlər ha. Qəti şəkildə. Qəti şəkildə. Elə bir şey ola bilməz. Haqqı deyənin qulağını kəsirlər bizdə. Qorxun, siz qorxun, çəkilin ki, Azərbaycan polisi bizi aparıb təcavüz eləyəcək. Azərbaycan polisi sizə təcavüz eləyirsə, siz Azərbaycan polisinə təcavüz eləyin. Zorarçılığı siz özünüz də edə bilərsiniz. Eləyin, çəkinməyin. Valla. Çünki nə qədər ki biz haqqımızı tələb eləsək, bir o qədər də gözəl yaşayacağıq. Baxın, budur. Reallıq budur. Yəni, mən demək istəyirəm ki, bir dənə də polis görmürsən ki burada, baxın, bir dənə də polis görmürsən ki burada, polis nəsə bir zorarçılıq eləyə və yaxud da aksiyanın qarşısını çəkə, kəsə. Görürsünüz, yoxdur. O bizdədir, yığılırlar boynu yoğun polislərimiz, peysərlər, evlərindən xəbəri olmayanlar və insanları məcbur edirlər zorarçılığa. Görürsünüz? Görürsünüz necə sakit-sakit insanlar öz haqlarını, öz hüquqlarını tələb edirlər. Görürsünüz? Baxın, yenə də göstərəm sizə, baxın. Bunlar bunların mitingləridir. Zəhmət olmasa bəyənin, paylaşın, qoy hər kəs görsün. Çox xahiş edirəm. Bacardığınız qədər bəyənin, paylaşın.
Avropa budur, azad söz, demokratik ölkə budur. Demokratiya budur. Azad söz budur. Söz azadlığı budur. Görürsünüz? Bakın bu söz azadlığıdır. Bu söz azadlığıdır. Bakın. Görürsünüz necə insanlar yığılıb öz haqlarını tələb edirlər. Hətta Ukrayna vətəndaşı da var burada. Ukraynalılar da var. Görürsünüz. Ama bu söz azadlığı Azərbaycanda yoxdur. Bakın görürsünüz sakitçilərini. Bir dənə polis görə bilərsiniz burada. Polis var. Danışanda deyirlər Avropa dağılır. Göstərin mənə, sübut eləyin. Avropanın dağılmağını sübut eləyin mənə. Görürsünüz ki, ama Avropada necə demokratikdir. Söz azadlığı var. İnsanlar özləri üçün yaşayırlar. Bizim için İlham Əliyev tayfasına şərəfsiz lider adlandırdığımız İlham Əliyevin cibinə işləmirlər. İnsanlar özləri üçün yaşayıb, özləri üçün keyflərini çəkirlər. Baxın budur. Söz azadlıq, demokratiya budur. Zəhmət olmasa paylaşın, daha çox insanlar girsin. Çox xahiş edirəm. Mazaxist xalqımıza paylaşın, mazaxistlərə, zülümə dözən, zülüm sevən xalqımıza paylaşın. Paylaşın ki, ey yatmış xalqım, durun haqlarınızı tələb edin. Ey yatmış xalqım, haqqımı tələb et. Baxın, bunlar da ki, bilmirəm, bunlar təmizləyici işçilərdir. Baxın, bunlar da hamısı yığılıb gəliblər. Baxın, fikir verirsiniz, əllərində göy paltar, əllərində əlcək. Bunlar təmizləyici işləyənlərdir. Eynən bizdəki kimi, bizim də xalqımız belə birdir. Çıxıb xalqımız, ay bilin, mən Azərbaycanlı olduğum üçün heç fəxr eləyəsi bir şey olmadı. Valla. Kaş ki, mən bu Azərbaycan Respublikasının vətəndaşlığından imtina edərdim. İmtina olunardım. İmtinada ərzəndə qol çəkəydilər. Hayf bizim Azərbaycan xalqımızdan sındırdılar bizi. Sındırdılar. Bizi sındırdılar. Bizi əzdilər. Hər ölkədən var burada, hər ölkədən. Ukraynadan var, Negerlər var, Alman var. Görün ne kadar insan var burada. Bizdə belə cinsiyetlərin deyəcəklər ki, dəli düşüb ortalığa günə giyinir. İnsanlar necə xoşbəxtdir, Quran haqqı. Gördünüz? Eynən Azərbaycanda kimi söz haqları, söz azadlığı. Bizdə elə bir şey yoxdur axı. Neyinirsiniz, necəsiniz, vəziyyətiniz necədir?
Salam aleykum, xoş gördüm hər birinizi. Pilot necəsən? Mən nömrəni dəyişmişəm. Mənim TikTokuma istəyə at ya da deyim mənim nömrəmi sən buradan qeyd elə. Pilot mənim nömrəmi qeyd elə yazıram. Nömrəni dəyişmişəm. Mənə zəng elədəsən. Deyim nömrəni. Deyim nömrəni. İnsanlar çıxıb öz azad ifadələrini deməyə. Azad, azadlıq, azadlıq. Elnur bəy, xoş gördüm qardaşım. Mən sənin yeni nömrəni yazdım axşam. Yo, yazmamsan. Mənim indi nömrəm deyə qardaşım. Sənin nömrəmin axırı neçə idi? Deyən baxım. Raul, səndən mənə gəlməyib. Ay Raul, mən nömrəmi deyim, götür mənim nömrəmi. Raul, nömrəmi deyim, yaz. Üstəgəl 1 yaz. Üstəgəl 1 630 526 57 54. Üstəgəl 1 630 526 57 54. Üstəgəl 1 630 526 57 54. Yo, 57 yoxdur. Deyən görüm, səhv eləmsən. 570 deyil, 526'dır. 630 526 57 54. Alimis YouTube'da canlıdayım, Ega şimdi. Ee, 630 den gözü bakım diyeyim sana ya. 16 30 52 52 657 52 657 657 ha 54 ha o da. Heç bir şey çalışaq, öz haqlarımızı tələb edək. Vallahi öz insanlar öz haqlarımızı tələb etsək bir o qədər də bizim özümüz üçün yaxşı olar. Mən belə düşünürəm. Çalışağın haqlarımızı tələb eləyək. Pilot mənə zəng eləyərsən də. Özünüzə yaxşı baxın. Allah amanda qalın. Allah sizləri qorusun. Mazoxist xalqım. Sizi sevirəm, mazoxist xalqım. Əziyyətlərə dözən xalqım. Əziyyətlərə, zülmlərə, əzablara dözən xalqım. Qeyri-adi xalqıq. Zülmə, əziyyətə dözürük. Vallahi. Mən əvvəllər fəxr eləyirdim, amma fəxr eləməsi bir şey deyil.
Özünüzə yaxşı baxın. Allah amanda qalın. Allah sizləri qorusun. Sağ olun. Bir də siyasi altdan 2 dənə xətt media kanalı mənim yeni TikTok səhifəmdir. Axşam saat 11-də canlı yayım orada açacağam. Səhifələrimin altından yazmışam həmən səhifənin adını. Allah amanda qalın. Sağ olun.